Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali. Sözümüz mütəhhiratda idi. Mütəhhirat, yəni pak edici şeylər. Napak əşyaları pak edən şeylərə mütəhhirat deyilir fiqhdə və şəriətdə. Mütəhhiratdan ən ömdə və ən əsası sudur. Yəni ən əsas paklayıcı maddə və maye sudur. Su 4 şərtlə nəcis bir şeyi pak edər. O şərtlər hansılardır? Birinci, su mütləq su olsun. Yəni müzaf və qarışıq su olmasın. Bu barədə danışmışıq. Mütləq su hansı idi, müzaf su hansıdır? Yəni müzaf su, gülab, meyvə şirələri, gilli, lilli su, yəni gil o qədər qarışıb ki, suyun suluğu aradan gedib, bulaşıq sudur. Bunlar müzaf sudur, bunlarla napak bir əşyanı pak etmək olmaz. Su gərək mütləq olsun. Mütləq suyun da qismləri var idi. Kür su, quyu suyu, yağış suyu, qəlil su. İkinci şərt budur ki, su pak olsun. Yəni suyun özü pak olsun. Əgər su nəcis olarsa, özü nəcasətə bulaşmış olarsa, nəcis bir əşyanı pak etməz. Üçüncü şərt budur ki, nəcis bir şeyi yuduqdan sonra suyun ya rəngi, ya iyi, qoxusu, ya da dadı dəyişməsin. Üçündən biri. Yəni, nəcis bir əşyanı, napak bir əşyanı suya çəkdik. Suya çəkəndən sonra bu əsnada su, nəcasət o qədər çox idi ki, su özü bulaşdı. O su artıq o əşyanı pak etmə qüdrətində deyil. Həzrət Əli əleyhissalamdan da bir hədis var. Belə buyurur, yəni yeridir, burada deyim. Xalaqallahul ma'a tahuran. Allah suyu pak və pak edici yaradıb. La yunaccisuhu şey. Suyu heç nə nəcis edə bilməz. İlla inki ma ghayyira lawnuhu aw ta'muhu aw rihuhu. Bir vaxt ki, suyun ya rəngi, ya qoxusu, ya dadı, təmi, məzəsi dəyişdi, nəcasət əlamətləri onda görsəndi, o su özü artıq nədir? Napak olub. Napak bir şeylə də, napak bir suyla da nəcis bir əşyanı pak etmək olmaz. Dördüncü şərt budur ki, nəcis bir əşya yuyulduqdan sonra nəcasətin eyni onda qalmasın. O vaxtı pak olar. Yəni sudan söhbət elədik. İndi nəcis əşyanın özü. Nə vaxt pak olur? O vaxt su ilə yuyulandan sonra o nəcis əşya pak olur ki, nəcasətin eyni əlaməti onda qalmasın. Əgər qalarsa, məsələn, qana bulaşıb, paltardır, bədəndir, qabdır, yuyandan sonra görürəm qanın eyni yenə də onda qalıb. O pak olmayıb. İndi ərz eləyirəm. Rəngdir, ləkəsidir, o nəzərdə tutulmur. Əgər bir qədər rəngi qaldı paltarda, bədəndə, qabda və yaxud da ləkəsi qaldı, o nəzərdə tutulmur, o pak olur. Nəcasətin eyni əgər qalarsa onda, o pak olmaz. Əşyaların müxtəlif növləri və onların su ilə paklanma qaydası və tövri. İnşallah gələcək söhbətimdə bu barədə danışaram.
Yəni əşyalar özü müxtəlifdir. Məsələn, nəcasətə bulaşmış əşyalar hansılardır? Biz hansıları pak eləyəcəyik? Bir, insanın bədəni, paltarlar, geyimlər, məsələn, köynəkdir, şalvardır, corabdır, bunların paklanma qaydası. Xalça, palaz əgər nəcasətə bulaşarsa, bunun paklanma qaydası necədir? Qablar, servislər, suvenirlər, müxtəlif əşyalar, bunlar ki, bərk cisimlərdir. Bunların paklanma qaydası necə olacaq? Sonra yer, torpaq, taxta pollar, döşəmələr, kafel, metlaq, bunlar əgər nəcasətə bulaşarsa, bunlar necə paklanır, bunların qaydası necədir? Bu əşyalar paklamada suyun qismlərinin öz rolu var. Məsələn, kür su ilə, axar su ilə neçə dəfə yulandan sonra paklanır? Qəlil su, yəni az su, kürdən az olan su ilə bu əşyaları biz neçə dəfə yumaqla paklaya bilərik? İnşallah bu barədə danışarıq. Salavat Peyğəmbər, Ali Peyğəmbərə. Allahümmə səllə ələ.